Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bugün sizin üçün Starlink ilə bağlı bilməli olduğunuz hər şeyi danışacağım və qiyməti neçədir, necə alınır, Azərbaycanda necə quraşdırılır və bizdə nə qədər sürət verir real olaraq göstərəcəm. Odur ki, videonu sona qədər izləyin və bəyənib dəstək olmağı da unutmayın. Deməli belə, Elon Musk Starlink'in Azərbaycanda aktivləşdirildiyini elan eləyər eləməz tətbiqi smartfona quraşdırdım və bəlkə də Azərbaycanda ilk sifariş eləyən müştərisi oldum. Bugün isə təqribən 28 gün sonra bu cihaz Kaliforniyada mənə çatdırıldı. Əslində daha tez gəlməli idi. Sadəcə yanlış göndərdiklərindən bir dəfə özləri geri qaytarıb yenidən göndərdilər. Gəlin çox uzatmayaq, izləyicilər də intizarda saxlamayım. Bu cihazı qutusundan çıxaraq qarşımda Starlink Mini var. Deməli belə, Starlink bu formada karton bir qablaşdırmada qarşımıza çıxır və sökmək üçün üç tərəfində yer var. Gəlin yavaş-yavaş açaq. Daha doğrusu açmağa çalışaq. Məndə mini kitdir. Az sonra qeyd eləyəcəm niyə mini almışam. Son bir sol tərəf, daha doğrusu sağ tərəf. Deyəsən Starlink açmağı bacardım. Çətin də olsa Starlink'in qutusunu nəhayət ki aça bildim. Gəlin daxilinə baxaq. Ən əsas məsələ gözümüz nəyə axtarır? Təbii ki modemi bunun altına yerləşdiriblər. Baxın budur. Starlink mini cihazı və qəbul edici də budur, router də budur. Yəni Wi-Fi də bunun daxilindən yayır. Sadəcə üzünü peyklərə tərəf tutmaq lazımdır. Məndə olanı Starlink mini cihazdır. Niyə mini almışam? Qeyd elədiyim kimi az sonra izah eləyəcəm. Başqa qutu daxilində nələr var? Belə bir adapter başlığı göndərirlər. Azərbaycan bazarına uyğun şəkildə. Mount var, yəni bağlayıcı var. Bu xüsusən də yuxarıda durbanın və yaxud da ki hər hansısa bir dayağın üzərinə bağlamaq üçün yerləşdirilibdir qutuya. Modemi saxlayır yuxarıda. Və başqa nə var? Təbii ki kabel var. Və əsas məsələ, bunu kənara qoyaq. Bu kabel düz 15 metrdir. 15 metr olması həqiqətən yaxşı bir haldır. Çünki lazım olur. Yəni uzaq məsafələrdən modemlə əlaqəni təmin etmək üçün. Bəlkə də daha uzunu lazım ola bilərsə. Çünki modemi açıq bir yerdə yerləşdirmək lazımdır. Amma istənilən halda 15 metr qoymaqları yaxşı olubdur. Modemin arxa hissəsinə qısa olaraq nəzər salaq. Burada bir ədəd enerji girişi var və onun sağ hissəsində Ethernet, internet çıxışı quraşdırılıbdır. Yəni kabel vasitəsilə internet əldə etmək istəyirsinizsə, Ethernet kabelini məhz bu hissədən daxil etmək olur. Amma incə bir məqamı qeyd edeyim ki, cihazın IP69 sertifikatı var. Suya, yağışa, küləyə, toza davamlıdır. Lakin baxın, bu probkanı çıxardıb bu hissəyə Ethernet kabeli taxdığınız anda IP69 sertifikatı itmiş olacaq. Çünki buradan su daxil ola bilər. Bu zamanda zəmanət şərtləri çərçivəsində əgər daxilinə su getsə, şirkət həll etməyəcək. Ona görə məsləhət görərdim ki, elə Ethernet yuvasını bağlayıb məhz Wi-Fi vasitəsilə bu modemə qoşulasınız. Məncə qutusunu açdıq, cihazla tanış olduq, indi detallara keçid edə bilərik. Əvvəla onu deyim ki, Starlink 2 növ modemi təqdim eləyir, standart və mini. Mini bizim bazarda 340 manata, standart isə 670 manata satılır. Standart daha çox bina və evlər üçün stabil və sürətli bağlantı verən statik bir cihazdır. Mini isə daha çox səfər eləyən, yer dəyişən, xaricə gedən istifadəçilər üçün nəzərdə tutulubdur və sürəti nisbətən daha zəifdir. Yəni daşınıla bilən bir cihazdır bu gördüyünüz. Mən də düşündüm ki, həm ofisdə, həm də evdə yüksək sürətli internetim olduğu üçün mənə uyğun olanı elə bu mini variantıdır. Çünki mən minini özümlə daşıyıb getdiyim Starlink dəstəkli ölkələrdə də istifadə edə bilərəm. Belə bir üstünlüyü var. Amma siz qonşularla birləşib Starlink alacaqsınızsa, bu mini yox, standart modemi olmalıdır. Uzun sözün qısası, mini modemi adi AC çıxışı olan powerbankla da işə salmaq mümkündür. Bu da ekstremal şəraitlər üçün ideal eləyir bax bu cihazı. Cihazı almaq üçün starlink.com saytına daxil olub ekrana çıxan iki plandan birini seçməliyik. Planlar da modemlər kimi residential, yəni yaşayış, ROM, yəni gəzinti olmaqla iki yerə bölünür. Mən gəzinti modemi aldığım üçün elə bunun üzərindən izah eləyəcəm. Bunu elədikdən sonra ölkələr siyahısından Azərbaycanı seçməyə lazımdır. Artıq Azərbaycanda aktivdir. Daha sonra modemin növünü seçirik.
ki mən mini ilə davam eləyirəm yenə də. Altında isə gəzinti paketinə uyğun olaraq internet paketləri qeyd olunubdur. Hələlik 50 GB-lıq limitli paketi almışam. Aylıq 90 manatdır. Əgər limitsiz istəyirsinizsə 170 manat ödəmək gərəklidir. Məncə bu 170 manat olan limitsiz paket həqiqətən çox bahadır. Standart, yəni ev paketində isə qiymətlər 80 və 100 manatdır. Yaxşı xəbər odur ki, data limitsizdir. Lakin 80 manatlıq paketində sürət 100 megabit saniyə sürətlərdə limitlənir. Daha yüksək sürət üçün 100 manatlıq paketi almaq lazımdır və 100 manatlıq paketdə şəbəkə sıxılan yerlərdə qoşulma daha yaxşı baş verir. Marağında olanlar üçün deyim ki, hər iki modem və hər iki planda Starlink bizə statik IP təmin etmir. Seçimləri elədikdən sonra sadəcə checkout basıb müvafiq məlumatları doldurmaq lazımdır. Bura məhsulun çatdırılacağı ünvan, ad, soyad, kart detalları və s. daxildə. Hər birini dəqiq yazın, çünki modem sizə DHL vasitəsilə kuryerlə göndəriləcək və qısa zamanda çatdırılmanı təmin etməlidirlər, hardasa 14 günə. Məhsulun özü Amerikadan birbaşa gəlir. Mənim paket modem və 50 manatda çatdırılma haqqı ilə 390 manat elədi. Bir ayda pulsuz istifadə imkanı verirlər deyə əlavə paketin pulunu almadılar. Lakin 390 manatdan əlavə 18%də vergi tutuldu bankdan. Buna görə də 460 manat ödədim. Lakin məhsul mənə gələndə gömrük bəyannaməsi, gömrük ödənişi, Smart Custom söhbətləri olmadı. Heç nə eləmədim, birbaşa özləri çatdırdılar. Gələk cihazı quraşdırmağa. İlk olaraq Starlink tətbiqini smartfona yükləmək lazımdır. Buradan alışı etdiyimiz e-mail vasitəsindən hesaba daxil oluruq. Bu zaman ekranda gördüyünüz kimi belə bir panel açılacaq. Bu arada məhsul gələnə qədər hesabın order bölməsindən statusu və malın harada olduğunu izləmək mümkündür. Mən şəxsən bunun vasitəsindən izləyirdim. İndi məndə gəlib deyə birbaşa quraşdırma hissəsinə keçid edirəm. Start setup'ı seçirəm. Burada modemlərin siyahısı görünür. Məndə mini olduğu üçün müvafiq minini seçib təsdiqləyirəm. Növbəti ekranda bizdən açıq səmaya çıxmaq istənilir. Burada check for obstruction seçib kameranı səmaya tutmaq lazımdır ki, proqram peyçlərin yerinə ayırd eləsin. Bir məsələyə diqqət eləyin ki, yaxşı dalğa və sürət üçün ətrafda binalar və ağaclar minimal olsa daha yaxşı nəticə əldə olunacaq. Tam olaraq 360 dərəcə səmanı göstərdikdən sonra aktual olaraq siqnalın vəziyyəti analiz olunur. Əgər hər şey uyğundursa artıq buradan Setup Here düyməsinə basaraq davam eləyə bilərik. Növbəti ekranda Starlink-i enerjiya bağlamaq bizdən istənilir. Qoşulmanı həyata keçirib buradan təsdiqləyirəm. Ekranda görürsünüz və tətbiq məni Wi-Fi şəbəkə bölməsinə göndərir ki, oradan Starlink-i tapıb bağlantını həyata keçirim. Open Settings-i sıxıram və şəbəkələrdən Starlink-ə qoşulduqdan sonra tətbiqə qayıdıram. Budur, avtomatik olaraq Starlink online oldu və bu isə o deməkdir ki, mən artıq internetə page vasitəsilə bağlanmışam. İlk iş də buradan Wi-Fi sazlamalarını etməkdir. Ad və şifrə təyin edirik. Təqribi 1 dəqiqə sonra cihaz tam hazır vəziyyətə gəlmiş olur. Maksimal sürət və page'in aktual yerini öyrənmək üçün isə elə ana ekranda alignment bölməsi var. Ora daxil olub modemin istiqamətini fırlatmaqla tam olaraq page'in istiqamətini tətbiqdə tuta bilərsiniz. Bu zaman daha stabil bağlantı və yüksək sürət qeyd alınır. İndi isə ən əsas məqam gəldi çatdı. Təbii ki, bu sürət testidir. Cihaz qoşular-qoşulmaz testi elədim və nə azına çox gözləmədiyim şəkildə maksimum formada 280 megabit saniyə sürət download, yükləmə sürət aldım. Upload isə 32 megabitdə ilişdi qaldı. Ondan yuxarı qalxmadı. Bu da page internetinin yaralı yeridir ki, upload sürəti həmişə az olur. Amma istənilən halda ekstremal şəraitlərdə və dağ başında 280 megabit download, 32 megabit upload sürəti heç də qulağa pis gəlmir. Əslində bu qədər yüksək yüklənmə sürətinin olmasının səbəbi Azərbaycanda demək olar ki, istifadəsinin yayğın olmamasıdır. Yəni mən peyçlərdən tam gücü ala bilirəm, məşğul deyirlər. Ola bilər gələcəkdə çox istifadə olunsa sürətdə azalma da ola bilər, amma şəxsən inanmıram şəhərdə çox adam bundan istifadə eləsin, çünki qiymətləri həqiqətən bahadır. Evlərimizdə 25 manata 100 megabit saniyə sürət ala bildiyimiz halda 2 qat sürətinə 100 manat verməyə açığı düşünürəm ki, çox adamın əl gəlməyəcək. Amma Starlink-in də məntiqi tam olaraq internet təminatı yüksək sürət olan əraziləri əhatələməsi deyil. Mən düşünürəm ki, bunu Azərbaycanın heç interneti olmayan yerlərdə ekstremal vəziyyətlərdə test edib sizinlə bölüşməliyəm. Bu zaman tam məntiqini anlamış olacağıq. Belə dostlar, texnoloji ilkləri həmişə bizim kanaldan izləmisiniz. Bu dəfə də sizin ümidləri doğrultduq ümid edirəm. Odur ki, dəstək üçün videoya rəy yazın və bəyənin. Növbəti videomda isə Tesla ilə hərəkət halında Starlink-i sınaqdan keçirəcəm. Görək necə alınacaq. İzləmədə qalın.